Bilənlər üçün inşallah təkrar olar, bilməyənlər üçün də yeni məlumatlar. Bura Cəmkəran məscididir. İmam Zaman ağanın göstərişi ilə tikilən bir məsciddir. Mən bu məscidin uzun-uzadı ədabı var, namazları var. Onları inşallah deyərəm. Hamımız bahəmliklə onları əncam edərik inşallah. Deməli, məscidin 2 rəkət təhiyyə namazı, 7 dəfə Qulhuvallah, bir həm 7 Qulhuvallah. Rükunun və səcdələrin zikri. Deməli, Həmd surəsini başlayırıq. Bismillahirrahmanirrahim. Əvvəlcə bir dənə La ilahə illallah deyək. Ardınca xanım Zəhranın zikri. Sonra 100 dəfə alınca da deyə bilir. Kimə? İkinci deməli, Həmd surəsini başladı. Gəldik çatdığı İyyâkə nə'budu və İyyâkə nəstəîn ayəsi. Onu 100 dəfə təkrar edin. Əlinizdə təsbih saxlayın, onu 100 dəfə təkrar edin. 100 dəfədən sonra surəni tamamlayın. Bu günləri bu gözəl müqəddəs yerdə cəm halda dayanmış Allah nəsib eləsin. Əziz qardaşlarımla iştirak olun inşallah təşkilatçılığı ilə, vacibi həzdə inşallah bahəm olaq Allahın izni ilə. Gələcək bir gün o Zəhra balası, gələcək bir gün o Zəhra balası, gəzəcək Məkkə, Mədinə arası. Məhdinin canlara gəlsin qadası, dili divanə denən ya Məhdi, bir nəfəs canə denən ya Məhdi. Ey qələm sözlərində əsər yox, ey qələm sözlərində əsər yox.